Herkese salam. Bugün sizinle şokolad makyajı edeceğim. Bu demek değil ki şokoladla makyaj edeceğim. Sadece o tonlarda her şeyi edeceğim. Ne kadar edeceğim dedim. Bu arada bugün sizinle disleksiya haqqında danışmaq istəyirəm. Bəzi insanlar disleksiyanın nə olduğunu bilmir. Hətta məktəbdə müəllimlər belə. Bəzən elə uşaqlar olur ki, oxumaqda çətinlik çəkirlər. Yəni kitab oxumaqda, cümlə qurmaqda və təbii ki əzbərdə. Bu uşaqlardan biri mən idim. Və bunun nə səbəbdən olduğunu bilməyən insanlar bu uşaqlara tupoy kimi davranırlar. Amma əslində disleksiya deyilən bir şey var. Bu insanların beyninin sol yarım kürəsinin aktivliyi az olur. Amma ki, əvəz edici olaraq sağ beyinlərinin aktivliyi isə adi insanlardan çox olur. Bu səbəbdən disleksiklər adi insanlardan çox daha yaradıcı olur və ətrafın görmədiyi detalları sırf disleksiklər görür. Einstein, Marilyn Monroe, Keira Knightley, hətta yazıcı Agatha Christie disleksiyadan əziyyət çəkib. Əgər sizin də uşağınız imlalarda tez-tez səhv buraxırsa və ya oxumaqda, əzbərdə çətinlik çəkirsə, bəlkə də onun sadəcə yaradıcılığı sizdən daha da yüksəkdir.